Davam eləyək inşallah. Biz yoruldum. Niye? Yoruldum biraz. Sen de yorulmur ha. Ha, içeride rahat. Ha? Şeyden badeleri kaldırırsan ve vurursan ve. İçeride Hə insanlar da adama rahat. hatta insanlar da belə şeyləri TikTok'da, sosyal şəbəkədə izləyəndə yorulurlar. Ha. Çünki ama içki məclisini və ya da söyüş söyən birini və ya da o vaqazat var ya belə. Baxımdan cicicə adamlar var ya şeydə. Ha. Onları məndən çox izləyirlər. Ha. Vallahi deyirəm. Haqqı deyən Ha. həmişə belə olur da. Haqq deyəni 7 köydən qovarlar. Söz var ya. Ha. Düz deyəni 7 köydən qovarlar. Ona görə heç kim izləmək istəmir. Ha. Amma mən bütün xalqımı, bütün millətimi, cəmaatımı sevirəm. Heç nəsiz. Allah rızası üçün. Çünki mən şəhid övladıyam da. Mən atam Allah'ım. Qarabağda şəhid olub. Maşalların qabağında şəkil var ya, gördün gələndə şəhid şəkili. Yok. Maşallah marşet var ya. Maşallah var ki. Ha burada aşağıda. Mən rəhmətli atamdır. Allah'ım. Atamın şəkildə ha. Ona görə biz elə soyumuz da, mənim babam da uzun müddət gedib müharibədə qalıb. Biz vətən üçün, millət üçün, cəmaat üçün öz canımızdan keçmişik. Nəyəsə görə yox, layıqa görə, pula görə, vara görə yox. Yəni mənim məqsədim pul qazanmaq deyil. Çünki bizə qalan axirətdir. Ahiret. Biz müvəqqəti dünyadayıq. Çətinliyimiz müvəqqətidir. Çox az. Heç yanında ölən adam görmüsən? Yok. Mən görmüşəm. Elə ölür ki, elə qoy gedir. Hər şey qalır. O deyir ya bəzən bu mənimdir, o mənimdir. Mənim evimdir, mənim maşınımdır, mənim heç nə sənin deyil. Hamısını qoyub gedirsən. Hele. Ölüm gözlə qaş arasındadır. Allah. Ani. Ani. Amma bu qədər günahlar eləyirik, fikir versən, bu qədər xətalar eləyirik. Üzü qara gedirik, biz xəbərimiz yox. Elə bir ki, o sənə vəsvəsə verən şeytan var ha, o qəlbində. Davamlı əmrlər eləyir. O bizim gözümüzü seyirləyib. Biz içkini namazdan daha üstün bilirik. Vallahi. Hele. Düzdür? Hiç. Halbuki biz namazlarımızı qılmalıyıq, axirətə hazırlaşmalıyıq. Biz burada bir qonağıq. Sən gəldin bir müddətdən sonra gedərsən də öz evə, düzdür? Axirət yurdunda bizim öz evimiz var, oradan gəlmişik. Yani. Burada rahatlıq da yox da. Fikir versən, otursan yanın ağrıyır. Durursan ayağın ağrıyır. Düzdür? Evet. Biraz gəzirsən ayaqların ağrıyır, oturmaq istəyirsən. Sonra uzanırsan çox uzanmaq da olmur, belin ağrıyır. Deməli ki, rahatlıq dünyada deyil. Fir rahatə dünya və fil axirə. Rahatlıq dünyada deyil ki, axirətdədir. Evet. Onun üçün nə etmək lazımdır? İlk növbədə axirəti fikirləşmək lazımdır. İçki sənə heç nə verməyəcək, qardaşım. Biraz həzz verəcək. İnsan o vəsvəsənin öyrədəcəm. Vəsvəsə hamıda var. Birində az, birində çox. Çox olmağına səbəb günahların çox olmağıdır. Az olmağına səbəb ibadətlərin Allaha daha yaxın olmağındır. Allaha nə qədər yaxın olsan, o qədər azalacaq. İndi o vəsvəsəni sındırmaq üçün, səsini kəsmək üçün alim var deyir ki, vəsvəsə bir şardır. Qulaq asdınsa, əhəmiyyət verdinsə, şişəcək, sənə xəstə eləyəcək. Şofren eləyəcək, panik atak eləyəcək, epilepsi eləyəcək. Qulaq asmadınsa, sönəcək. Sən bayaqdan bir söz dedin, əmr edir ki, özümdən elə bir şey edir ki, təzim qalxır, həqiqətən təzim qalxır. Elə bir ki, sən onun, məsələn, o sənə vəsvəsə verir ki, təzim qalxır. Sən də o vəsvəsəyə əhəmiyyət verərək təzim qaldırdın. Yəni, icazə verirsən ki, şeytan səni təzim qaldırsın. Amma desən ki, hər şey Allahın əlindədir. Mən səndən qulaq asmıram, səni özümə dost qəbul eləmirəm. Mən Allahı seçirəm və Allaha sığınıram, şeytanın şərrindən Allaha sığınıram. Ondan sonra kəsildi. Görsən, Quran oxudum, şeytanı Allaha sığındı bir yerdə, dua oxudum və sözən kəsildi. Nə oxudum? Amma deyirsən, arağı qaldıranda və sözən ha, elə danışır hə? Mən bilirəm, bu o qədər pasiyentlərim olub ki, vəsvəsə ilə. Deyir ki, bax, qulağımda, içimdə belə səs danışırlar, bax. Heç çox vaxtı əhəmiyyət verim, bilmirəm ki, nə danışırlar, amma danışır, nəysə danışır, beynimi xarab edib. Nə gecələr yata bilirəm, nə gündüzdür. Həyatım elə şeydir də, vəsvəsə içində. Dua yaxşı təsir elədi.
Hə, çox şükür. O dua İndi bir dənə çayza içək, yenidən eləyərik inşallah. inşallah. Allahın salamı, xeyir-bərəkət olsun hər birinizə. İnşallah seansımızın davamı gələcək.